Bismillahirrahmanirrahim. Değerli izleyiciler, mübarek Şaban ayındayıq. Bu ay Peygamberin ayıdır. Allah'ın Resulü buyurur ki, Şabanu şəhri, mən nəsərəni və yansurullah. Şaban ayı mənim ayımdır. Hər kəs bu ayda mənə kömək edə, Allah ona kömək edər. Bu ayda Peyğəmbərə kömək etmək o deməkdir ki, bu ayda İslam bərqərar olsun. Bu ayda ibadətlər yerinə yetirilsin, oruç tutulsun, zikirlər olsun, istiğfarlar olsun, dualar olunsun. Bugün İslam dünyasının dualara böyük ihtiyacı var. Bugün tarixdə olduğu kimi küfrlə iman üz-üzə durub. Necə Xəndək davasında Allahın Rəsulü buyurdu ki, İlahi, küfrlə iman qoşunu üz-üzə dayanıb. Elə ki Əli ibn Əbi Talib kafir ordusunun pəhləvanı Əmr ibn Əbdüvvədə bir zərbə vuraraq onu öldürüb, kafir qoşununu məhv elədi, məğlub elədi. Allahın Rəsulü buyurdu, Əlinin Xəndəkdə vurduğu zərbə ümmətin qiyamətə qədər olan imanından, ibadətindən üstündür. Bugün də küfr ordusu, zülm ordusu, belə deyək, Bəni Trump ordusu ətrafına İngiliz, Amerikan və təəssüflər olsun ki, bəzi adı müsəlman ölkələri, Səudiyyələri, Misirləri, İordanları və digər ölkələri toplayaraq imanın üzərinə gəlməkdədir. Bugün dünya meydanında Trump'ın kafir ordusu ilə Ayətullahul Üzma, Peyğəmbər evladı olan Ayətullah Xameneyinin ordusu üz-üzə dayanıb. Və bütün İslam sevərlər bu günləri Xameney ordusunun, İslam ordusunun ətrafındadır. Ağacan, biz sənin ətrafındayıq, biz sənin arxandayıq. Bütün İslam sevərlər, bütün Peyğəmbər sevərlər, bütün Əhl-i Beyt sevənlər sənin arxandadır. Biz ümidvarıq ki, bu müharibədə də sən Cəddin Əli kimi bir zərbə ilə küfr ordusunu geri otuzduracaqsan və sənin də bu zərbən inşallah ki, ümmətin ibadətindən, bugünün ümmətinin ibadətindən üstün olacaq və İslamı bunu ilə qoruyub saxlayacaqsan. Dünyadakı zülmkarların təcavüzünün qarşısını alacaqsan. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.